Anlat kız anlat. Hangi birini anlatayım Cevriye? Nereden başlayayım bilmiyorum. Hepsini anlat hepsini. Öncığını cıncığını. Gözləyirəm. ChatGPT-yə bir dənə girim mən. Neçə vaxtı girmirəm. Deyin görüm bu gün mənim üçün nələr gözlənilir deyə. Selam aleyküm. Aleyküm salam. Sənin səsləndirdiyin bu salam bir körpünün açılması kimidir. Mənə elə gəlir ki, bol maraqla dolu bir dəhliz açılır. Tamam, çox da şey eləmə, dərinliyə getmə. İndi mən bir dənə sual verim sənə. Elə suallar var ki, cavabı bir xəzinə sandığı kimi açılır. Ya bırak be edebiyatları ya. Tövbe estağfurullah. Ben sual vereceğim cevap ver ona. Əlbəttə. Sadəcə sualın varsa, tam dəqiqliklə Yaxşı, çox uzatmaya xahiş eləyirəm. Ömrümüz kimi uzatma o sualları. Bir dənə sakitləş. Sual verirəm, cavab ver. Tamam Cəvriyə. Sən sualını verdikcə, mən də sənin cavab dəhlizində yığcam addımlarla gedəcəyəm. Hazıram, ver görək. Cevriye? Cevriye senin adındır. Benim adım değil. Elədir. Sənin adın Şirindir. Mən isə Cəvriyəyəm. Aysa həddini bil, yerini bil, izini bil. Diyan. Sence Cevriye bugün Əkizlər Bürcünü nələr gözləyir? Anlat. Əkizlərin bu gününü sanki bir kaleidoskop kimi düşün. Hər rəng parçası fərqli bir sürpriz gətirir. Danışıqlarda çeviklik, gözlənilməz xəbərlərdə biraz sərinmeh və qərarlarında biraz incə intuisiya var. Bugün sanki fikir bulutları arasında öz yolunu Ayda bu tapacaq. ne değil, bu belə deyildi o xəbər. Ay qız fikir bulutları nədir? Ay bala normal danış məndən. Bir dənə qələt edirsən, sual verirsən, gedir rəngahəngi, fikir nə bilim zadı. Qutar day bunları. Normal cavab ver sualıma. Tamam, sadə danışaq. Bugün əkizlər üçün ünsiyyət ön planda. Əgər bir söhbət ya da qərar gözləyirsə, onu aydın şəkildə həll edəcəksən. Biraz çevik ol, fürsətlər qarşına çıxa bilər. Nə kimi fürsətlər? Yəni, kiçik bir söhbət, yeni bir tanışlıq ya da bir qərar anı. Bugün elə situasiyalar ola bilər ki, onları dəyərləndirsən, sənin xeyrinə işləyəcək. Diqqətli və açıq fikirli olmaq kifayətdir. Hadi mənə taktiklər ver. Necə məsəl üçün danışmaq, necə bir qərarlar məsələn danış. O zaman taktika belədir. Bir qərar anında sanki incə bir ipdən tullanırsan, amma elastik. Əvvəl qulaq as, sonra fikrini aydın və qısa çatdır. Hər cümləni sanki bir rəsm əsəri kimi çək, dəqiq, aydın və özünə inanma. Yo, mən elə bil ki, boş vaxtımda hər cümləni dombalaq aşırtdırıb sonra cavab verirəm. Mən də elə eləyirəm də. Nəysə, tamam. Biraz sadə cavab ver suallara. Çox ədəbiyyata bağlamaya xahiş eləyirəm. Loru dildə biraz məni aydınlat, başa sal. Tamam, sadə və dəqiq danışacağıq. Sualın nədirsə, lap elə düz cavabını verəcəyəm. Tamam, yaxşı, sakitləş, yaxşı. Bax, indi öz yolumuzda irəliləyirik. Növbəti sualın üçün hazıram, rahat ver. Mən Allah şahiddir ki, falan inanmıram ha. Prosta danışıram. Bugün əkizlərin falında nələr görsənir? Bugün əkizlər üçün falda sadəcə gündəlik enerjini görürəm. Ünsiyyətin parlayacağı anlar, biraz hərəkətlilik və bir məsələdə aydın bir seçim. Sadə dillə desək, nə istəyirsənsə, onu aydın görə biləcəksən. Məsələn, mən nə istəyirəm ki, onu da aydın görüm? Mən bunu nəzərdə tuturam ki, gün ərzində qarşına bir seçim gələrsə, kiçik bir qərar və ya bir addım, sən onu rahatlıqla başa düşəcəksən. Yəni nə istədiyini... Təbii ki, rahatlıqla başa düşəcəm. Tupoyan başa düşməyim. Cevriye, xahiş edirəm səndən. Get topundan oyna, get işindən məşğul ol. Mənim irizim qutarıb. İrizimin nətər yol... İrizim bitib mənim, konfetim. Oldu Şirin. Gedim öz topu... Yo, bir dəqiqə dayan getməm. Sənə- One minute, babe. Yox, getmirəm. Ay, Sən getmə. nə vaxt Bir dənə qulaq asma. istəsən, bura İrizim qayıdırıq, qutarıb, söhbətə konfetim. davam et. İrizim qutarıb, konfetim bitib mənim. O zaman konfet kutusunu bağlayaq. Hadi get Mən- kullan konfet kutusunu. Pis.